Şey nəyə qoyursan dolmuya? Uşaqlarım çox elə fərlidir mama. Hə? Uşaqlarım çox elə fərlidir. Nəyi? Bax çeşmisi uzatdı. Niyə? Yox, bəsdir göy əkmeyi. Nedən o qədər göy əkmeyi? Sağ olun, siz necəsiz? Yollar seni ayırsan da neylesin yürek? Biber zat koymuşsan. Hə? Biber zat koymuşsan. Nəyi qoymuşam ona? Biber koymuşsan deyil. Hə. Sər-sər ərim dedi, badımcanın başını niyə tulluyursan? Niyə? Tullama da dedi badımcanın başını. Hə, çox sağ olun, siz necəsiz? Biz düyü qatırıq ürəyim. Biz ətlə xoşlamırıq, düyü qatırıq. Kırlanç yağı, hə, nə olacaq ki? Bizə olmaz. Ancaq varlılar yeməlidir, kırlancı. Valla biz də qatırıq. Biz bütün dolmalara. Kərəm dolmasıdır, üç bacıdır. Quru ət bərkiyir içində, düyü yumuşaqlıq verir. Nağayraq indi. Uruluq bacımız, bağışlayasan. Biz düyüyə onu qatmırıq. Sən başqa, biz başqa. Dəhşət deyib valla. Yazma, nəyə gülürsən? Yazıq dalbadan fıstıqanı. Neyi lazım? Şuna bax içəridə turala. Bundan tüydü. Hə. Şuna bax içəridə. Sən o kırlancın üstünü zaten qopar deyil. Kırlanc yağı ilə yemək pişirirlər. Ağız sardı. Sən Allah, mama badımcanın başını kəs saxla. Ərim qoymur atmağa deyir, turşu elə. Bir dəfə at yiyəcək. Ay qız, duz da elədimi? Başqa çəkilmiş ət yoxdur ki. Hə? Duz. Yenə badımıza başqa verəcək. Doğrudan. Hə. Badımıza zıra tuz vurmarsan. İçdi. Badımıza sən tuz vurmarsan, vurmarsan. Mahirə xan, bir dənə tava ver də mənə. Neysə. Əti qovurum, neyniyəcəm? Hələ bunu ver. Verilişdə. Verilişdə. Ay ömrümün bəzəyi, ətirli gül çiçəyi, səni dünyalar qədər sevirəm, xəbərin var. Qızlar, xahiş edirəm, var moderatorlar burada? Ay zehin bədən, necəsən ay bacı? Salam, salam. Ay qız, Jasmin Shoppingdə yeni kabrolar gəlib. Çox da gözəl kabrolardır. Çox super kabrolardır. Necəsən həyatım? Qızlar, zehin bədən sizin yolunuzu gözləyir. Sağlam şəkildə. Məni kimi ev yeməkləri, evdar xanımlar, pişirən xanımlar yeyirsiniz. Aytacın qrupunda düz 10 kiloya qədər çəki atırsınız. Ölkənin də 4 bir tərəfindən qoşula bilərsiniz. Ətə soğanı niyə vurub hazırda olursan? Qaraldır əti ürəyim. Mən belə xoşlayıram. Və belə Qaraldır. eləyirəm. Deyil burası. Mama. Hə.
Zehin və bədən tam sağlam şəkildə dietasız, artıq çəkidən əziyyət çəkən xanımlara deyir, gəlin mənimlə birlikdə 10 kilo çəki atın. Dieta eləmədən, kofe içmədən, ət yeməkləri yeyərək, xəmir yeməkləri yeyərək, sezonluq, bütün xəşdir, xəncəldir, hamısını yeyirsiniz, iks yox. Amma zehin və bədənin səhifəsində qalırsınız. Tam sağlam şəkildə də 9-10 kilo çəki atırsınız xanımlar. Tam sağlam şəkildə. Aytacla arıqlamaq istəyən xanımlar, o necə olur? O şuuraltı. Xeyr, marafon səhifəsi zadı deyil. Bəli, diyeta eləmədən, kofe içmədən, tam sağlam şəkildə artıq çəkidən əziyyət çəkən xanımlar zehin və bədəndən tam sağlam şəkildə çəki ata bilərsiniz. Diyeta eləmədən. Yox, mama, tökmüşəm. Düşürməyəm. Hə, tökmüşəm. Tam sağlam şəkildə. Bu nədir? Xarab ağacağını vermişsən Mahirə mənə. Yox, olmaz artıq quzum, olmaz. Sabitləmə. Dietasız, zehində bədənin özündən soruşunda xanım. Direktinə də yazıb soruşa bilərsiniz, əlavə nömrəsinə də. Hə, niyə qoşulmarsan? Deyərsən də ürəyim. Canlıdan sonra mənə yaz. Zaten qiyməti münasibdir. Üç bacı belə olmur. Bağışlayasan da qurban olaram. Varsa bir dənə də bacın gətir qoy böyrünə olsun 4 bacı. Əl çək. Sən kimi anamın qarnında öyrənməmişəm. Bağışlayasan. Gözdən restorana zəvracam hazırını götürəcək. Ərimə də deyəcəm ki, mən pişirmişəm. Ərim elə badımcanın başını zibil qabına attığıma görə ağzına gələndidir. Şurada sən ağıllı sayırsan özü. Dur, çıx çölə az. Üç bacı belə olur. Bağışlayasan. Aytaca necə qoşula bilərsiniz? Zehində bədən. Xanım, mən indi tanımıram. Aytaca 3 ildir. Müsalə xanımın özündən mənə inanmırsınızsa, gedin kampüsdən soruşun, özü deyəcək sizə. Çörək də yeyirsiniz, şirniyyatda, fast foodda, ev yeməkləri də, restoranda, şirniyyatda, tortda, hamısını yeyirsiniz, amma zehin və bədəndə qalırsınız. Bir ay ərzində 9-10 kilo, xanımlar ki 11 kilo çək atır. Baxır o sizin sünnətli olmağınıza. İradədən çox şey asılıdır. İnsan iradəli olsa hər şey əldə eləyə bilər. Boş danışanlar, valla. Oğlum bacı yatıb, biraz yavaş. Bəli, zehində bədən. Yağ tökəcəm qızlar, indi yox. Pomidoru niyə vurdun? Özüm. Pomidorun içi
İçi heyifdir də qatıram ətə. Ətə qatanda dadı. Qızlar, biz hər rayonun öz ağız dadı var da, qurban olum. İndi ola bilər sizin pişirdiyinizi də mənkilər yeməz, mənim evimdəkilər xoşlamaz. Yəni mən uşaq deyiləm ki, qurban olum. Neyim? Gedim hazır alım, gətirim, yalandan deyim mən pişirmişəm. Valla buna da min şükür, buna da şükür. Adam, az mən niyə belə durmuşam? Qızlar, neyim ki, başa düşmədim. Bacardığım budur da indi. Gedib restorandan almırıq, yemirik, qurban olum sizə. Bacardığımızı eləyirik, ortaya çıxardırıq. Valla bu pişiririk, bəyənilmirik. Amma yox, o deyir, pişirənlər bəyənilmir də, pişirməyənlərin daha yeri qəşəy olur. Pomidor vuranda ləzzətli olur, bəli. Qatacıq qızlar, su da vuracam, yağ da vuracam, hər şeyi vuracam. Zihin və bədən tam sağlam şəkildə sizi bir ay ərzində 10 kilo çəkidən azad edir. Tam sağlam şəkildə. Dietasız, kofesiz, tam sağlam şəkildə. Dietasız, kofesiz. Az uşağın nəyinə baxacam? Uşaq atası ilə oynayır da. Bacısı yatıb, deyirəm, biraz yavaş ol. Gücüm tutarıb, ay bacı, sənə verənə qurban olum. Düşəcəm indi bir də bu badımcanın başını zadım qoyacam, turşu qoyacam. Acırsana çekerim, nazında dışında güller ekerim. Hele sabah izlerim. Hayatım. Ay Ümit. Ay Ümit. Ay Ümit. Şimdi bir şey Ne? Ha elem. Yo elem. Bağla kızına. Başı bağladı, suya çıkmasın değil mi? Tamam. Yox, əksinə bağla, biraz ət yumuşasın, sonra açaq. İşte kızlar, siz də belə yiyin. Bax, necə deyirsiniz, arıq düzdür. Mən demərəm, heç vaxt mən Aytazla arıqlamışam. Çünki mən Aytazla illərim bundan öncə. Siz də mənim kimi belə bu qədər yemək yeyib, də belə incə qalmaq istəyirsinizsə, Aytaca müraciət edin. Çünki Aytaz ev yeməkləri ilə tam sağlam şəkildə xanımları 10 kilo çəkidən azad edir. Dəstim hardandır? Farşokdan, 28-dən. Başqa səhifədən sifariş vermişəm, oranı da bölüşəcəm sizlərlə. Az yox, bax, pomidorları axır. Pomidorları axırda eləyərəm. Xanımlar, mən demədim Aytazla arıqlamışam. Axı mən deyirəm ki, mənim kimi bu qədər ev yeməkləri bişirib də arıq qala bilməyən xanımlar evində bədənə müraciət edir. Ay xanım, əməllim, istəmirəm oyun.
Yaxşı, siz necəsiz? Qızlar, ekranları tıklayın, zəhmət olmazsa. Mən elə bildim ki, azdır. Pullundur, əlbəttə pullundur. Tam sağlam şəkildə də çəkərsiniz, Ayxan. Sən var yox bana aitsin, şunu bilesin. Yok, niye? Ödəniş nə qədərdir? Dilara xanım, Zehin bədənin özünə yazın.
Gəl əlim. Birini de yersen. Kendilerinde canım mezgele çünkü birini de yersen. Eğer memnun ise bu iş desen ki yermez. Ben mezgele bir de canım dağıtıyor. İslam taşını görürsen. Ay kız biberlerim Azaldı. Hoppa. Ne korkmalıyım hep biberlerim başı. Ya. O 2 kaşık sana. Yok gözlerim mi? O 2 kaşık sana 20 milyon. Ne oldu yaxı bala? Neydi axı? Neydi yaxı? 50 milyon. 52. 50 milyon. Ana ağzının bağırır. Aytaç tam sağlam şəkildə sizi çəkətdirir xanımlar. Heç bir qida əlavələri, heç bir qidalar məsləhət görmür. Evdə pişirdiyiniz ətdir, xörəkdir, xaşdır, balıqdır, xəmir xörəkləridir. Yeyirsiniz, sadəcə Aytacın qrupunda qalırsınız. Bu qədər. Çok sağ ol, Üreyim. Teşekkür ederim. Ayda bir dəfə ət yeyən adamıq. Bəli, düyü vurmuşam. Ki qoy bol olsun. Minnorun iPhone değil. Yo, Minnurun iPhone-u deyil oğlum. Qoy o başqa adamın telefonudur. Minnurun telefonu deyil oğlum. Minnor niye telefonsuz kaldı? Minnurun telefonu yeter, Minnur telefonsuz qalmayıb. Gaga geldi. Ustadadır. Usta deyir, nə vaxt düzəldəcəm, onda Nərmin xanım gəlib apararsınız. Hə. Bacım, biz düyünü vururuq ki, quru ət bərk olur. Quru ət qaxac olur. Düyü əti yumuşaldır. Ay Allah'a qurban olur. Onlar da gördüm. Dədə babadan ömür boyu düyü vurmuşuq da, nə? Düyü əti yumuşaldır, elmi? Şəxsən mən bir də restoranda oturdum. 3 bacı idi, 3 bacıda ət düyü yox idi. Quru əti qoymuşdu içine. Heç bir köpükdə dadı yox idi. Gör mən buna nələr qatmışam. Zehin və bədən, bəli, tam sağlam şəkildə artıq çəkidən əziyyət çəkən xanımlar dietasız, kofesiz zehin və bədəndən 10 kilo çəki ata bilərsiniz. Ev yeməkləri, ağ çörək, qara çörək, şirniyyat, tort, ləpə, paxlava, şəkər buraq hamısını yeyəcəksiniz. Amma Aytacın qrupunda olacaqsınız. Qrupdan məlumat almaq pulsuzdur, qrupa qoşulmaq ödənişləndir. Necə? Nə qoyarsan? Bəli, əlbəttə ki, tam sağlam şəkildə, ay ömrüm, diyeta eləmədən, kofe qəbul eləmədən, bədən yuxarıda sabitləmişəm.
Aşıq. Gecə vaxtı nə edirsiniz bu yeməyi? Heç nə. Yəni bir dəfə silədim də. Mulan səfiyindədir. Özüm oradan məsələn, gündəyə bax, bunu çəkim, bir bax, gələcəksə, bax daha. Evet. O stəkan da oradan vaxt açılmır. Sən nə görə olur? Orada çox su var ha. Axır gedir, bura qədər yaxındır. O su şişib bana. Buradan Buraya ben yaxındır. hissəsini dəyişməliyəm. Ona görə mən oradan götürdüm, bura yaxındır. Bura yaxın olduğuna görə götürdüm ona. Yatıb. Buradan. Yorulama yoktur. Kızlar Sevda yayındadır. Şey istəyirəm. Ay Allah, şimdi mən yığır yenə. Ay Allah. Yoxdur canlıda. Hə? Yaxşı ol. Yaxşı. Gözlə, gözlə. Teşekkür, yaxşı. Yaxşı, gözlə bəni. Yaxşı, yaxşı. Canlıdadır Sevda. Sevgiyə necə şey o istəyir, yemək istə yapsın. Oyun atsın bilən Sevda mənə.
Çok sağ ol. Yaradan Allah'a şükürler olsun. Amin ay Allah. Canlıdadır qızlar. Doğrudan. Elim suda boşa bilmirəm. Elə qazın için zadını silib eləyir. Evlərə əski çəkəcək. Girə bilmir Sevda yayına. Kızlar o təzəliyi başlasın. Elə mən atam. Su, qaz, işıq ödənişləndir. Siz də başa düşmədim. Biz kimik ki, öz başlayıq bəyə. Əlbəttə Ay xanım, məndə işıq sönəndə avtomatik sönür. Bir də görsən səhərə yaxın işıq sönür, qalırıq qaranlıqda. Dururam tezdən, gözləyirəm mağazanın açılmağını, ya da telefonda pulum olanda kartda gözləyirəm. Bu nə deməkdir? Ay başla dönür. Bir kart, su, işıq, pulu bu sizdə. Təbii ki, xanım. Necəsiz? Bitirdim. Qazını çəkməlisini. Oh lüks Eliya, gözləyirəm səni geri dönüş eləyəcəm. Səbirli ol. Yatma kuzum. Kızlar, Sevdanın adı nədir? Görün bir dənə. Hə. Kim nəsə yayındadır o. Hello. 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 。
Düzeldi. Kızlar. Bir tane qolbaq 5 manat. Bunun gümüşsü de var, qızılısı da var. 5 manat. Tək qiymət 5 manat. 5 manat. Bax, alan allanmaz, evdə damlanmaz. Xeyr, rəngi getmir. Xeyr. Nədir bu? Uyduğu rəngi var. Qızlar, tək qiymət 5 manat. Bazı istəyək də mənə. Mən eləyə bilmirəm. Qəbul elə oyunu. Qızlar, Van Cleef. Qızlar, Van Cleeflərimizin bütün rəngləri əldədir. 5 manat, tək qiymət 5 manat. Tək qiymət 5 manat. Tək qiymət 5 manat. Bacımdır belə. Bacımla doğmasan və əlbəttə xanım. Bəli, valla. Yazıblar ki burada. Mən də deyirəm. Mən Nərmin yazıblar ki burada. Mən də deyirəm eyni adamlardır ikisi də. Yo, buranı and olsun. Nərmin xalçasını harda yığdırıb? Saçını harda yığdırmışsan bacı? Əsmər, Yuçi, Sumqayıt şəhəri mərkəzi plaza. Hədiyyə atanlar, çox sağ olun. Lil Kosmetik, öpürəm sizə, var olun. Salam Sevdan, necəsən, veteran. Sağ olun, siz necəsiz? Lil Kosmetik, çox sağ olun. Teşekkür edirəm. Sağ olun. Çok hastayım. Çayın altını yandırarsan bir de içərəm də nə olar. Gecən xeyrə. Bir dənə daha at oynayaq. Yeri get, yeri buradan, yeri. Yeri. Mr. Proters no. Yoxdur. Uşağı niyə saymadım? Niyə saymadım? Az o uşaq mənim əlimdə böyüyüb. Mən soyuqqanlıyam, biraz son zamanlar belə olmuşam. Valla. O sizin bacınız idi. Deyəsən bacım idi. Nərmin yaxşıdır. Elə Nərmin mənəm də. Evləri indi yığışdırırsan. Bir dəqiqə oturdum. Yemək pişirdim. 3 bacı. Yerim məlum. Salam ömrüm. Dolsam xoş gəldin ürəyim. Necəsən? Nərmin bir dənədir. Çox sağ olun. Ay Nərmiş biz. Bəli. Hər vaxtınız xeyir olsun. Qoçaqsan. Külək səsidir, hə. Siz niyə yeməyi axşam özüm ürəyim belə istəyir, belə eləyirəm. Çox vaxt elə pişirib yığıram marazelkaya. Özüm belə istəyirəm də başıma dönüm. Gündüzləri işləyirəm, canlı açıram, paltar göstərirəm. Mən də evə indi biraz olar. Biraz deyəndə bir 3 saatdə olar gəlmişəm. Masazırda elədi, külək ütər yerdə külək. Külək uçurdur. Şu rayonlar da bu vəziyyətdədir. Çöldən xəbərin yoxdur, dağılır çöl. Niyə yoxdur ay bacı çöldən? Çöldə bütün günü olan mənəm. Çox sağ ol, masazır dırnaq qaynağı. Bizdə külək yoxdur, yağış var. Bu küləyin dalınca sözsüz ki, yağış gələcək. Çox sağ olun.
Ay Nərmin, birdən dəyişdin, hamı şoka düşdü. Hə, nə olacaq ki? Niyə şoka düşürsən? Qadınıq da, indi baxmışıq özümüzə. Dünyanı vecivə alma, necə bilirsən elə də yaşa. Sağ olun, necəsiz? Qəşəng dedin, bəli. Bəlkə iş yeri biləsən. Məsəl üçün var. Dolmanın axırı necə oldu? Üstündə bişir. Bujuteriya satan bacınızdır, bəli. Sən Allah dincəlin. Seva bujuteriya. Hər vaxtınız xeyir. Fira necəsən? Soil parfümdə qızlar möhtəşəm kampaniya var. 2 50 milli parfüm alırsınız, 3-cü 50 milli parfüm sizə hədiyyə. Noyabr ayının 1 noyabrdan 30 noyabra qədər də 2 parfüm alırsınız. 1 50 milli parfüm hədiyyə, 1 150 milli dezodorant üstündə yenə hədiyyə. Sürprizdir o, doğrudan. Bəh. Mən də gələcəm Fira. Düz o kampaniyadan 5 dənə alacam. Yaya qədər ətirlərimi alacam. Badımcanları neynədin? Heç nə. Badımcan başını atdım getdi. Özündə içinə ət yığdım, pişirirəm.